Hər vaxtınız xeyir olsun xanımlar. Olsun inşallah. Gəlmişik Səlim marketdə. Bugün qızlar Abbas Rasimin kursu var və biz kurs müəlliməsi oruç tuturdu deyənə mən istəyirəm ona hədiyyə eləyim. Ramazan bayramına görə də. Çünki 4-cü gün bugün son dərs günümüzdür. Bir də gələn həftənin 1-ci gün gedəcək və bayram falan da keçəcək deyə düşündüm bugündən artıq bir şeylər eləyim. Səbətini almışam. Birinci fikirləşdim şokolad belə düzərəm. Sonra dedim elə düzərəm. Müəlliməni çox sevirəm. Xətrin həqiqətən çox yaxşı müəllimədir. Çox sevinirəm ki, qarşımıza elə bir müəllimə çıxdı. Qonşum mənəm məsləhət çıxdı müəlliməmizə. Hə, qoy biraz çıxış eləyəcəm deyənə dedim belə dayanım. Uşaqlar da bu arada buradadır. Hə, müəlliməmizi bizə qonşumuz məsləhət yox, amma çox yaxşı müəllimədir həqiqətən və dəyərləndirmək istəyirəm. Onun üçün səbət almışdım. Düşündüm neyim. Birinci dedim ay belə çərəz qoyaram, belə eləyərəm. Axırda qərar verdim ki, səbətimizin içərisində qəşəng hazır şəkildə paketli məsələn Rafaellosu, şokoladlı falan belə şeylər qoyaram deyə düşündüm və onları almışam, indi götürmüşəm daha doğrusu. Gəldim bura, qızlar, dünən sizin üçün demişdim, daha doğrusu vlogumda paylaşmışdım sizin üçün golfun qızlar, adı nədir? Hava ətirləndiriciləri. Anar marketdə 5 manat 50 qəpik idi. Burada isə 4.90-adır. Qiyməti daha münasibdir deyə. Birini götürdüm, birini də deyirəm ki, mama üçün götürün, mama sevir. Birini də ona götürürəm. Gum, bubble gum. Hətta bu gum sakız qoxulu deyə. Şöyle belə. İşte qoyum ora. Uşaqlar da mənləndir bugün. Kursları məktəb yoxdur. Baxça yarım gün idi deyərək qoymadım getsin. Burada hətta qoyufun belə hava tərəvətləndiriciləri var. Belə şeydə pıs formasında olanlar da var. Başqa cürəsi. Belə qızlar heç nə Səlim deyil. Səlim marketi çox sevirəm. Səlim də çox münasibdir. Deyirəm də burada yəni Biləcəridə ən münasib olan yerlərdən biri də buradır. Konfet cəhətdən, ümumiyyətlə təmizlik vasitələri, saç boyaları, hər bir şey, yəni burada həqiqətən qiyməti daha münasibdir deyə düşünürəm. Qoy görüm, bunlar intim salfetlərdir. Mən balaca salfet istəyirəm çantama atmaqlıq. Özdə ehtiyacım olacaq. Əsmər bunlara alıb şokoladlar. Hə, burada görək nə salfetlər var. Balaca salfetlərdən. Yəni çanta. Cips salfeti axtarıram. Nasıl Sumqayıtda var. Gedəndə gələk ondan bir 3-4 dənə götürməyə. Elə boydadır ki, biraz belədir. Çantaya tam girir, biraz da böyüdür ölçüləri. Hələlik bunu götürüm. Uşaqlar yeyib içiblər, mütləq tökəcəklər hər tərəfə. Yəni qiymətlər Sumqayıtdakı qiymətlərə çox yaxındır. Mən birisi həmişə Sumqayıtı tərifləyirəm qiymət baxımından, amma burada da qiymətlər yaxşıdır. Baxın, persinin böyükləri burada 15 manatdır. Çox yaxşıdır. Prosta qızlar indi bu dəqiqə üçün apara bilmirəm. Əlimdə mənə paraşok da lazımdır. Nəsə bu da persil yaxşıdır. Abidci də yaxşıdır. Alafranın da paraşokları falan deyirlər yaxşıdır axır vaxtlar. Belə. Heç nə, burayla yekunlaşdıraq görək. Gəlin uşaq. Gəldim qızlar. Burada endirimdə türk baxlavası vardı. Ondan götürürəm. Götürüm ondan. Demək mən bişirmədim qızlar. Bacım sağ olsun payımı gətirdi şəkərbura paxlavamı. Əslində qaynanamla bişirəcəydik. O gün keçən vlogda vurğulamışdım, amma qaynanam bilməmişdim. Bir gün qabaqcadan danışmışdıq ki, bişirəcəyik həmin gün. Sonra elə oldu ki, o bacıgil qonaq çağırmışdı. Daha həmin gün bişirmədik. Ona görə çərşənbə falan keçdi. Deyəsən sonradan bişirib şəkərbura. Amma yəni hələ bilmirəm də, bir araya gələ bilməmişik. Hələ baş qarışıqdır. Mənim başım qarışıqdır. Mən gedə bilməmişəm. Onlar da gələ bilməyiblər. Ona görə yəni bişirmədik. Yəni qaldı. Mən də özüm hələ ki biraz yəni diş falan dərkən heç bayramı normal eləmirəm. Gəl, çəkil. Gəldim. Gəlin. Gedək. Soydum qızlar bu hissəsini. Belə saman almışdım 1 manata. Belə ağ, özüm elədim, ağ. Bunu belə, indi aldığım şeyləri gətirib baxacağam ki, görüm hansı yerləşəcək, hansını qoyum, hansı daha qəşəng görsənir. Belə. Bunun içərisində gül var, hazır gül kurusu. Onu qoymaq istəyirəm. Bunun içərisində də bir dənə yumru çayım var, qızlar, yaşıl çaydır. Onu qoymaq istəyirəm. Xurma filan paçkada almışam deyənə, onları paçka ilə qoyacağam. Bunların içərisinə onu elə qoyub bir yerlərindən bərkidəcəm. İnşallah ki, qəşəng görsənər.
Belə qızlar, qızıl güllərim vardı. Bu gülləri qəşəng doldurdum bu gözəlin içinə. Bunu buradan belə qoyacağam. İnşallah görüm sonda ola bilsin, bəlkə belə yapışdırdım, ya bu hissəsindən belə qoydum. Nəsə bir şey düşünüb eləyəcəm. Qızlar, həm post çəkirdim Instagram üçün, həm də bir eyni anda vlog çəkə bilmədim. Allah nəsib eləsin, 2 telefonum olsun, eyni anda hər ikisini çəkə bilim. Çox çətin olur bəzən, çünki yatay çəkmək lazımdır YouTube üçün də, Instagram üçün düz. Ona görə biraz çətin olur. Nəysə, eyb yox, canımız sağ olsun. Nə göstərmək istəyirəm sizə qızlar? Son halını göstərim sizə. Baxın, bu belə. Bunun içərisinə badyan, həmin o dediyim yaş çay qarışığını qoydum. Belə bir lent bağladım, pişmaniyən. Əslində bilmirəm, Ramazana aid şeylərdə lokum, konfetlər qoydum. Arkada Rafaello, burada paxlava var qızlar, türk paxlavası. Belə bir şey hazırladım. Üzərindən gördüm boşluqdur nəsə. Belə kəpənəklər də yapışdırdım qızılı. Düşünürəm, qəşəng görsəndi. Siz də fikirlərinizi yazarsınız. Biraz belə nə bilim, konfet falan almışdım. İstədim konfet qoyum. Sonra gördüm yox, konfetə yer olmur. Gəl onda hamısını açasam. Mən də hamısını açıb belə əl vurub düzəltmək xoşum gəlmir. Çox xoşum gəlir belə görünüş olaraq qəşəng görsən. Bilmirəm, məsəl üçün biri var təkcə konfet olar, biri var xurmanı falan bir streçdə falan. Mənə çətin gəlmir. Sadəcə nə bilim, biraz mən özüm çim çəşirəm elə şeydən. Ona görə qızlar, öz beynimdə fikirləşdim, yox, hamısını bir-biri əl vurmayım. Əlcə ilə taxsan, nə inəsən də bir-biri əlləyib belə düzəltmək istəmədim. Düşündüm belə daha qəşəng görsənir. Müəlliməmizə Allah can sağlıq versin. Həqiqətən müəlliməmiz çox qəşəng müəllimədir qızlar. Rasimlə o qədər gözəl məşğul olur. Könül istərdi ki, daha gözəl şeylər eləyim. Bütün müəllimələrin haqqına vermək istəyərəm. Ümumiyyətlə əziyyəti çəkən mənim həyatımda dəyəri olan insanlara mən dəyər verməyi çox sevirəm. Yəni xoşum gəlir. Bacardığım qədər, bilmirəm ki, onlar üçün nə edeyim. Belə bir xarakterim var. Nə bilim, salamatçılıq olsun inşallah. Belə. Son halı budur. Fikirlərinizi yazarsınız mənim üçün. Qorxma, sürətli gedəcək. Qorxma, biraz yavaş gez. Maşın gezib, biraz yavaş, biraz bək gedir də. Biraz bək gedir, belə gedir. Anne, hələ babam. Kapılar bağlanır. Nöbeti stansiya, Mimar Ecemi. The doors are closing. The next station is Mimar Ecemi. Atalı, balalı, analı, hamımız yoldayıq. Gedirik, indi avtovokzal metrosundan çıxdıq. Gedirik evə. Müvəqqəti düzdür, tam qoyulmuyor, amma belə qəşəng. Tam belə görün, indi burada qaranlıq deyil, çox ağlaşır, amma elə də dəhşət ağ deyil də, yəni normaldır. Yəni görən hamı deyir ki, təbii görüntüdür, qəşəng yaraşır, qəşəng görsənsən, şükür Allaha. Ən böyük arzum 32 yaşında reallaşdı. 33-də daha gözəlləri olması diləyilə həqiqətən çox sevincliyəm. Mənim üçün böyük bir şeydir. Manifestləyirdim, təsəvvür edin. Pankartıma belə asmışdım da, yəni. Plantela, hop. Gəldik qızlar evə. Oşu nə göstərmək istəyirəm sizə. Qaynanam düz bir qazan. Aça bilmədim. Dolma büküb göndərib. Mən də qoydum pişməyə, çiğ göndərmişdi. Burada da axşam çay dəmləyirəm. Böyle çay dəmləyək, içək. Sonra paxlava hazırlayıb. Qaynanamın paxlavası. Bir də şəkərbura. Əsas yoldaşımınki budur. Şəkərbura. O ananın şəkərburasını çox bəyənir. Görək necə çıxıb. Açım. Açım. Açdım qızlar. Qəşəng şəkərburalar. Çox qəşəng hazırlanır.
Bu da bizim şəkər buralarımız. Instagram izləyicilərimi təbrik edib, keçdim YouTube izləyicilərimi təbrik eləməyə. Qızlar, bayramınız mübarək olsun. Bugün ayın 20-si. Gecə ilə gündüz bərabərləşir. Çox qəşəng bir gündür. Və hər birinizi bayramını təbrik edirəm. Bahar bayramınız xeyirli, uğurlu, bərəkətli gəlsin. Evlərinizdən ruzi bərəkət əksik olmasın əzizlərim. Xoşbəxt olasınız, firavan yaşayasınız inşallah. Bütün ağrılarınız, acılarınız hamısı qalsın qışda. Bahar fəsliniz mübarək olsun. Novruz bayramınız, Ramazan bayramınız mübarək olsun. Bugün həm də bayrama qarşı gözəl bir şeydir. Belə, bunları yuram qızlar. Bunları kirayə keçəndə, biz qaynanam gedən kirayə keçəndə mənə mamam hədiyyə eləmişdi. Mən çox bəyənirdim. Bir yaxın xanım var, onda görürdüm, çox bəyənirdim. Bunlar üçlü şəkildədir. Bunların ensizləri də var. Görürdüm o dəfə. Elə oldu ki, yəni alacaq durumda deyildim, düzün desəm. Sonra çıxmır qabağıma, qapaqsız çıxır. Qapaqlıları da var. Məncə onlarda yaxşıdır ki, çərəz qoyasan, qapağını bağlayasan, üçlü. Daha belə ensiz, balacası da. Mən çox bəyənirəm bunları, çox qəşəng görsənir. Şüşə qab üçün ürəyim gedir də. Qızlar, maşallah da, indi bazarda, yəni mağazalarda elə gözəl şüşə qablar var. Əlacım olsa, yerim olsa, hər birini alaram. Çünki mən dəyərləndirən insanam, yəni alıb ora qoymuram da. İndi az çox yeni süfrəmi görmüsünüz, artıq ad gün süfrələrimi, YouTube izləyicilərim olaraq görürsünüz də. Ona görə bilirsiniz ki, mən nə edəcəm, dəyərləndirəcəm. Belə, nə qəşəng, yuaq, təmizləyək, quruluyum. Şəkərbə paxlava axşam qaynanam göstərdiyində sizə göndərmişdi. İndi onların içərisinə yerləşdirəcəm, qəşəng. Süfrəmi bir təzə ranyer almışam, Mimidən. Göstərəcəm sizə 2 dənə ranyer almışdım oradan. Onlardan da yaraşdıracağım təzələrim. Çərşənbədə qaynatdığım, bəzədiyim yumurtaları da dəyişəcəm. Atdım onları, təzəsini qoyum qaynasın, bir 4 dənə. Yenə axşam bir-birimizdən toqquşarıq. Axşam qaynanam gil gələcək, sabah da biz mama gilə gedərik. Həmişə bir yerdə edirik, əksər vaxtlarda. Dost mama gilin işi var, dedilər bugün gələ bilməyəcəyik. Sabah siz bizə gələrsiniz. Yox, sabah da onlar da bayram eləyərik. Yoldaşım getdi, Güngül kabab sifariş versin. Dedim ki, kabab verəcəm sifariş. Elə kabab, salat eləyəcəm mən də. Bəs də dayım, neyək? O qədər maşallah olsun qızlar. Allah hər kəsin süfrəsini dolu eləsin. Axır vaxtlar o qədər bayram keçirdirik. Bayramdan savayı ad günlər, xoş günlər. Ürəyimiz istəyəndə döşəmə plovlar bişiririk. Əvvəllər plov falan bayramdan bayrama bişərdi. İndi maşallah hər kəs ürəyi istəyəndə evində bişirir. Stariklidir, bayramlardan bayramlara yeyərdik. Qiyməti də olardı. İndi Allah heç yeyilmir o qədər. Mən də biber salatı eləməyi düşünürəm axşama. Biber salatı yaxşıdır ki, həm belə mayonezli, həm mayonezsiz istifadə eləmək. İnanırsınız, bax indi şəkərbura yemişəm. Dünən də bir dənə şəkərbura yedim qızlar. Yəni belə də, yəni mən ümumiyyətlə ev şirniyyatlarını belə dəhşət bəyənən deyiləm də. Nə bilim, elə adam var ki, şirniyyatsız qala bilmir, bişəndə çox yeyir falan. Mən belə deyiləm. Allahdan elə deyiləm, ha, şükür Allaha. Sevinirəm bir yandan ki, elə deyiləm. Yaxşı da ki, elə deyiləm. Axşam qəşəng süfrəmi indidən hazır edeyim, konfetimi falan. Olsa süfrədədir. Bu süfrə süfrəni səliqəyə salmalı ki, qəşəng görsənsin. Çal. Bu 1 manatlıq yerdən aldığım dəsmallarda atıram, elə çay dəsmallarla bir yerdə qaynadıram, qəşəng persolla. Maşında 90 dərəcədə, 60 dərəcədə. O olur gül kimi, qızlar. O olur gül kimi, bütün mikrobu ölür. Mən hətta qab pampersində atıram bunlarla bir yerdə. Qaynayır, qəşəng. Sonra asıram, quruduram. Bunlar o qədər gözəl. Baxırsan ki, restoranlarda da qabları, qaşıqları bunlarla quruluyub, parıldadırlar.
Ondan sonra elə qabları qurulamağa istifadə edirəm. Mən elə çox adam evdə qab dəsmalı kimi istifadə edir. Yox, mən qab qurulamaq üçün istifadə edirəm. Qızlar düzün desəm, hər dəfəsində alıram 1 manatlarla 1.20 olur bəzən. Xeyli belə. Bunları da belə göstərim sizə bu qabı. İçim doldu vəziyyətini görərsiniz. Belə. Belə üçlü qabdır. Qızlar, belə bir ranyer almışdım Memidən. Baxın, qıraqlarında belə bir detalı. Çox qəşəng. Sadəcə mənim stolum birisi də yanmışdı deyə düşünürəm belə orqanzanı qoya bilməyəcəm. Yaşıl bir ranyerim var. Bəlkə onu qoyaram. Bir baxacağam, görüm nə qoyuram. Ranyerlərim əslində çoxdur. Bir şey tapıb qoyacağım. Çünki hər şeyi qoymuşam kənara. Artıq düzəldirəm stolu. Hazır qoyum ki, stolum hazır olsun. Bu hissəni də belə göstəreyim qızlar sizə. Bu hissədə də baxın, belə bir aksesuar almışam. Lampa. Belə baxın, nə qəşəngdir. Bunlar beləcə. Bunları Almarket bağlananda Almarketdən 1 manat almışdım qızlar. Belə dekor olaraq qoymuşam. Dovşanlarım orada da mamaya aldığım gül. Sonra bunları da çıxartdım ki, belə uyğun gəlsin. Ev dekoru. Mən belə saxsı piti qablarına qoz fındıq qoydum. İşte belə bu hissəni, bu ranyerimdə çoxdan almışam. Bəlkə bir 4 ildir mənləndir bu ranyerim. Bunu da bura sərdim. Bunu da baxın. Bu da çox qəşəngdir. Bunu da göstərim. Bunu mənə yeznəm almışdı, sağ olsun. Baxın qızlar. Belə axşam şamları falan yandıranda qoyaram bunda. Burada bir dənə quş da var. Belə. Bu hissə hazırdır. İndi görüm ranyer seçimi onun üstünə göstərəcəm daşini elədiyimi. Qızlar, demək yox, buraya boyanmış yumurtaları attım deyə. Rasim, nə olur? Ben niyə qışqırırsan? Attım. Təzə yumurtalar boyadım. Görək, belə kəsim. Bu hissələrini. Bu xoşuma gəldi. Ancaq qışqırırlar, bax, evdə bütün günü. 11 gün evdədirlər uşaqlar. Bu hissəsinə də belə yumurtanın ağı, qaynamış yumurtalar. Birinci istədim ki, adı nədir, yumurtaları qaynatmayayım, elə çiğ halda bəziyində. Sonra yumuşu olmuram orada, yanlarında. Kimsə götürər, partladar yumurtanı. Gəl də indi. Baxın, belə. Baxın qızlar, nə qəşəng oldu. Çox qəşəng oldu. Sonra ikinci yumurtanı da gətirdim. Bunu da görüm. Köylü istərdi ki, fərqli belə qırmızı yekə güllər. Amma görürəm, bilirsiniz harada? Sumqayıtda qızlar Pioner var ha, Pioner market. Hə, qaçmaqdan. Pioner marketdə qəşəng şeydir, salfetlər olur. Maraqlı. Kənarlarını götürüm. Siz evin içində o cürdə qaçmaqdan tərs olublar ucu. Burada istəyirəm bunu qutarım, qəşənglik duşalım. Hop, belə. Nə olub ay Abbas? Başıma vurdu. Yalan danışma, vurma da mən görürəm. Yaxşı mənim başıma vurdu. Sən vurursan onu, eləmə elə. Onlar da ilişir. İlişir sənə. İlişmə Abbas. İlişir, mən də hisslanmıram. Sən də hissənsən, o mənim sözümdür ya. Demişəm ki, məsələ eşidib ki, demişəm ki, Rasimə ilişir, Rasim də əsəbləşir. Görürsünüz qızlar. Bax, necədir Rasim? Necə mən güzel? Hatta mən güzel. Necə görsənir? Yaxşı. Eləmə Abbas, eləmə. İlişmə də bu. Ama bu kalsın götürdü. Götürmə, qoy qalsın orada qurusun. Kalsın. Sonra axşam toqquşdurarıq da, oynayarıq. Oynayalım. Oynayarıq. Bana çıxır. Heç nə, yumurta da, yeməli yumurta. Ne yumurtalı? Rasim, Abbas babası ilə, sən də nəni ilə. Mən nənə? Dış şey yersin. Yaxşında şöyle. Elə dış yox, yumurtaları vurarsınız bir-birinə. Yumurtanı? Artık
Yaxşı da eləməyin, nə olur bu? Baxırlar dayanıb yumurtalara. Bu neden yumurta değil? Bəzəklidir də, hə? Ben severim ben yumurtanı. Bayramda süfrədə qəşəng görsənsin. Ben yok şey. Qoy qurusun, tam. Sonra mənə kömək eləyərsə, aparıb qoyarıq qaba. Yaxşı? Ha! Hərə biz birini götürərsiniz, aparıb qoyarıq qabda qəşəng görsənər. Sonra götürürüz babayla neneyle Toqquşdurarsınız. dokunuşturak belə. Belə. Ne qəşəngdir. Çox qəşəngdir. At nənələri. Vetrovka. Gəl aç deyil, sən aç, mən çəkirim. Gəl. Nənə babası hədiyyəsi idi. Ay, nə qəşəngdir o. Qəşəng Vetrovkadır. Mübarəkdir, Asiye. Hə, çox qəşəngdir, ha. Sağ ol, payız. Niyə elə atırsan? Bu elə abbasındır, hə. Yo, yaxşı Petrovka almışam. Aldıq ha, Əsmər aldığı da. Mən seçdim özüm. Çox böyük. Elə bu yaxşıdır. Bu yaxşı. Adə sifat görsən Elma. Baxım, ay Allah nə gözəldir, ay Rasim. Nə qəşəng rəng seçib bən elə sənə. Təşəkkür elədin nəniyə? Elə belə şey seçmək olar. Gəl. Baxaq, hə. Mən də ölçüsünə baxım görüm necədir. 32 desən. Eybi yox, geyinər də. Çox böyükdür. Krasovkaları bilmirəm. Hə, 30. Eybi yox, nə olsun geyinəcək də. Orada devre var. 30'dur ölçüsü. Abla basındı. 30. Hə, bu baxaq. 28 yıl. Bu 28 bu düz abbasadır. Hə, bu olacaq. Hə, bəlkə elə 32-dir Yunisin ki. O böyük geyinir. Hə, sağ ol. Aynen, Aydiyə də şeylər alıb. O. Baxaq. Bu, hə. O deyil, bildim elə o şeyindi da. Kömək eləsin baba, yaxşı gəl. Gel bunu giydim gel. Elə bu balaca olar. O çox böyükdür. Onu çıkart ver. Ben bunu giydim. Gel. Sağ ol ana, payın artıq olsun. Yunis gilə də alıb hədiyyə, buna bax. Aydan ki atlayır. Bakın. Al getir bakın. Ha, Haydiyə nə gözəl şeylər alıb nənəsi. Var nene. Mən də almışam. Yox. Oy, ablası ne güzel yarar. Ana, Ayda cənnətə düşəcək. Bu gün mən də onu almışam, nə qədər şey. Ha nasıl oldu? Ağlar sende ha. O bu Yunus'indi. Mübarəkdir. Ana nə gözəl şey. Bunlar hardan almışam belə? Ne güzeldi. Nə gözəl şey deyir. Ha, evine almara mı? Dəli olacaq ana. Ay Allah. Gel bunu kabağını böyle diye. Payın artıq olsun. Gayda. Bəli. Ne yedik ana? Yo, bundan bəyənirdim. Ölçüsün görəsən düz tuzdurmuşsan. Eləmə dayan. Bak, görüm değinecek. Hə, ondan bəyənirdim. Ne sanırım nasıl? Hə, o nə ki şey deyir. Beğendi. Şey, Bişirdi götürdü. baklava kaldı. Bir elə sənlə danışa şey deyirdim də ola. Kim buranı? Yox, hələ gələcəm. Kaliteymiş değil. Yasin. Cebra. Yine benim. Ha, Rasim'den. Aşağıda köyden beğendim. Yaraştı ya. Şey, seni. Elsidən alır. Şey, yo. Ölçüden al. Şeyden al. Şaşıramayım ben o tarafa gittim. Gerek yok öyle zengin yapmasın. Bu işte 2 nəfər alaba gələcək. Trenden gedirəm. Qardaşım deyəcəm o gülü patlayır. Az qalan gedəm cip alam. Hə, nə qəşəng. Siz de alarsın yine. Siz de alın. Gözün bir seçersen alırsın. Hə, Yok niye neyse. Niye verdin sen bir şey? Deyəcəm əliz gündə Bu da üzümlerini kasıp gelir he. hə. 20 qaldı. Olan yeter. Dayı. Neden bakın? Hadi abla. Hadi geçelim.
Gelme koyna. Kasıp oynadı ama salam ya. Abbas, Abbas. Yasin. Burada. Yunus hele bir an. Yunus bir an pulada de. Hoşuma geldi. Yunis'in saçları çok yaraşır. Dünyanın çıkıyor. Yo yo yo. Şalvar da dönüp elinde. Ne diyorlar? Aksada da öyle değiller. Sen baklavalarındır. Ay ne kadar kötü. O seninkiler de ha Gülü. Ay ben otan tarafa vermem. Seninkilerdir. Değil ben o tarafa verme. Oturmak istemiyorum o tarafta. Yumurta oynayak. Gözde de elime vurursan yumurtaya vurur. Kaba o da. Kim kırdı? Gözde sende kırıldı. Kırdı. Kanı göster. Oyun çevir. Oy benim o. Sende kırıldı bak. Gözde sende kırıldı. Şu elma yapan kız. Sen tezgah mı? Bakın. Mesela 40 geledi, şık geledi. Ben de vurmayayım. Yo yo, hazır sen tutmuşsan ben vururum da. Aynı tutma. Hə. Ana sen. Üstü değil de. Uy bakın. Yok sınmadı. Bir de vur. Kaç? Bir, Hadi o ne? iki, üç. Yap. Böyle tut böyle bak. Böyle tut böyle. Böyle. Başkası kaldı. Oradan bıçak getir şey diyor. Bak. Adeta öldür değil. Sınmadı. Sen için qırıq-qırıq elib deyəsən. Sınmıyor ki. Yo. Kim getirdim de dur. Özünki sınır da. Şimdi o yüzden vur. O bir tarafından vur. Aferin. Boş da bana yaxşı. İşte bunda. Ada yumurta Seni töküb. görüşmek görmüştüm mi? Ha, bəsdir. Ada bəs yumurta dağıldı, töküldü. Demək qızlar, bayram bitdi bizim üçün. Saat neçədir? Artıq deyim də sizə 1-ə qalıb. Uzanmışdım yerimdə. Düşündüm ki, qalxım videonu çəkim sizin üçün, sonra gedib yataram. Evləri qızlar təmizlədim, qabları yudum, yığışdırdım, ortalığı toparladım. Burada da artıq əksik şeylər vardı. Onları yığışdırdım, gətirdim bura, səmənimi bura yerləşdirdim. Dedim biraz da belə qalsın. 1-2 günə ürəyim sıxılıb tez yığışdıracağam bunları da. Bu arada bayaqlarım bunu yandırmışdım qızlar. Salyarkanı tökdüm. Bu arada qaynanam bu dəfə gələndə gəlinliyimi gətirib, gəlinlik mənim adı nədir? Lampama. Burada biraz qarışıqlıq var, baxdım. Düzəldim. Bu hissə belə. Bunu mənə yoldaşımın xalası verib. Belə bu, bir də bunun 4 dənə belə çaşqası var. Qəşəngdir. Bunlar belənçinə. Bu il dovşanlar aldım qızlar. Bu il dovşan yaman çox trenddir. Bir dənə böyüyün görmüşdüm. O biraz baha oldu deyənə onu almadım. Bunlar belə atdı almışdım. Səmənim buna yerləşdirmişdim. Sonra belə Happy Birthday şamların içərisində belə ad nədir? Kəpənəklər görmüşdüm. Çox bəyənmişdim həqiqətən. Bunlar da qəşəngdir. Düşünürəm bu kəpənəkləri gələnlərdə saxlayacağam inşallah. Sonra keçək bura. Bayaq çay dəmlədim. Yoldaşımla bir çay içdik. Göstərim sizə. Burada da belə bu qablarıma belə yerləşdirmişdim. Ona bax şəkərbura yeyilib da əlavə eləmədim ki, çox qurumasın qalsın. Bu arada mamam sağ olsun yanındakı mağazada səbət yerində belə gözəl bir səbət hazırlatdırıb mənə, içərisində də belə səməni olan. Bunu da çox bəyəndim. Düşünürəm bunu səmənini çıxardandan sonra bunu da saxlamaq olar inşallah gələnlər. Belə buraları təmizlədim, yığışdırdım.
Bir dənə qalıb sabah mənim pilisos işim. Evi təmizləməliyəm, uşaqlar töküb dağıdıblar. Dedim bu günü belə yekunlaşdırım. Bu arada sizə bir konfet göstərim qızlar. Bu sən deməli Lənkəran istehsalı imiş. Mən bilmirdim. Lənkəran istehsalıdır. Kadayev konfetləri. Harda görsəz mütləq alın qızlar. O qədər ləzzətli konfetdir. Çox bəyəndim. Saat gətirmişdim bura, yoldaşımla çay içdik. Mən orada içmişəm. O burada dərs yazırdı. Yekunlaşdırdım. Heç nə qızlar, bayramınız mübarək olsun bir daha. İstirham vlogu yavaş-yavaş yekunlaşdırım. Sizə ürək sözlərimi deyim. Süfrəniz həmişə şirin olsun, o deyir, bərəkətli olsun, sevdiyiniz insanlar olsun həmişə süfrənizin başında. Xoş günlər görəsiniz ailəvizlə, sevdiklərinizlə bir yerdə. Bahar xoş gəlsin, təravətli gəlsin. Bütün evlərə bərəkət gətirsin, can sağlığı, sevdiklərinizin əhatəsində gözəl günlər nəsib eləsin hər kəsə. Bizlər də, sizlər də onların içərisində. Hər birinizi öpürəm. Vlogu da burada yekunlaşdırıram. Özünüzdən müğayət olun. Allaha əmanət olun inşallah.